Doktor, stentlə bağlı bir çox insanı maraqlandıran bu sualları vermək istəyərdim. Stent qoyulandan sonra xəstə nə etməlidir? Bu çox vacib sualdır. Çoxları düşünür ki, stent qoyuldu, artıq hər şey bitdi. Xeyr, əslində bu hələ başlanğıcdır. İlk olaraq nə vacibdir? Dərmanları vaxtında qəbul etmək mütləqdir. Stentdən sonra laxtalanmanın qarşısı alınmalıdır. Bəs gündəlik olaraq həyat tərzi necə olmalıdır? Tərəvəz və balıq məhsullarından istifadə, duz və yağın məhdudlaşdırılması, fast food qidaların üstündən tam xətt çəkilməsi, mütəmadi yüngül hərəkət, gəzinti, siqaretdən uzaq durmaq, ən böyük səhv isə nəzarəti dayandırmaqdır. Stent olsa belə damarlar yenidən darala bilər. Tez-tez yoxlanışa getmək vacibdirmi? Stentlərinizin vəziyyətini yoxlamaq üçün Stimul Hospitala müraciət edə bilərsiniz. Daimi kardioloji nəzarət mütləqdir. Bundan başqa Stimul Hospitalda yeni kardioid cihazımız var ki, bununla da siz öz stentinizin açıq olub-olmamasına və onun vəziyyətinin necə olmasına nəzarət edə bilərsiniz.